Salam, xoş gördük siz Zəngəzur TV izləyicilər. Sizlərə bugün Şabran şəhərindən Abidə verişindən salamlayıram. Bugün Azərbaycan müstəqilliyi uğrunda öz canını fəda edən qəhrəman oğullardan biri 44 günlük vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Şabran rayon sakini Balağayev Seyfəddin Vahid oğlunun evindəyik. Mən Balağayeva Bəs xanım, Məcid qızı, Seyfəddin balamın, şəhid Seyfəddin Balağayevin anası, Bəs xanım müəlliməyəm. Bir nömrə tam orta məktəb Tofiq Abbasovun adına Şabran şəhər bir nömrə tam orta məktəbin ingilis dili müəlliməsi işləyirəm, rus bölməsində. Seyfəddinim də hələ həmin mən işlədiyim məktəbdə oxuyub, boya başa çatıb. Bu qədər mən haqqında. Biz bilirik ki, uşaqlar dəcəl və şıltaq olurlar. Seyfəddin uşaqlıq illəri həm bizim üçün, həm də Zəngəzur TV izləyicilər üçün maraqlı olardı. Yəni, uşaqlıq illərindən yadda qalan xatirələrdən bizimlə bölüşmək istərdinizmi? Seyfəddin balaca vaxtdan elə bil ki, üzü balaca olsa da, üzünü belə böyük kimi aparan idi. Belə şit hərəkət, şıltaqlıq, belə şeylər onda yox idi. Elə bil ki, nə bilim, necə deyim, belə heç vaxt belə şit söz desin, şit belə əməlləsin, belə bir söz deməzdi. Bir dənə onun balaca vaxtda bir söz yadında qalıb ki, birinci sinifə məktəbə gedəndə, bir-iki məktəb o vaxtlar oxuyanda, o yadında qalır ki, mən onun müəllimələrinə görsən ki, bir hədiyyə aparırdım ki, müəlliməsinə verməyə. Onda belə məntiq, çox güclü məntiq vardı. Belə dayanıb ben özüm baxdım. Mama dedi, məni Allah baba səni 8 Mart qabağı hədiyyə göndərib. Elə mi deyirsən? Məni o 6 Mart anada o baxır o. Bugün onun ad günüdür. Mən də deyirdim ki, deyirdim ki, bəs məni nətər göndərmişdi, soruşurdu məndən. Nətər göndərmişdi. Onun konvert var idi, o konvertdə deyirdim ki, zəmbil vardı evdə belə. Deyirdim ki, bu zəmbildə göydən bu konvertin içində qoyub evimizi göndərmişdi. Belə, yəni, belə xatirələr ondan balaca vaxtdan qalıb. Bir də ki, balaca vaxtdan onun həvəsi futbolda idi. Futbol çox xoşlayardı. Top elə elinə keçən kimi, bayırda yağış yağanda o böyük otağa girirdi, qapını bağlayırdı içərdən, orada o topu oynadırdı. Bu xatirələr var onun. Bir də ki, balaca vaxtdan hələ məktəbə elə getmirdi. İngilisində soruşurdu, buna nə deyirlər, ona nə deyirlər. Buna deyir, dediyi sözü də elə yadında qalır ki, elə güclü yaddaş vardı onda. Seyfəddindən belə bir balaca vaxtın belə xatirələr. Əlməmə Dövlü Süleymanoğlu. Şabran rayonundan doğmuşam. Şəhidimiz haqqında, yəni şəhidimiz uşaqlıq dostum olub, həm məli uşağım olub, həm dostum olub. Yəni bir yerdə böyümüşük, bir yerdə gözəl xatirələr, gözəl günlərimiz olub. Allah cəmi şəhidlərə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Yadda qalan xatirələri çoxdur. Ən yadda qalan? Ən yadda qalan xatirələr. Futbol həvəskarlığı. Bəli, əvvəllər biz 2 saylı məktəbin stadionunda futbol oynamışıq. Demək olar ki, bir yerdə. Sonra Gəncəyə göndərmişlər bizə, Gəncədə olmuşuq ona 3 gün. Gözəl xatirələr çoxdur. Şəhidimiz haqqında, baba işlə demək olar, yenə deyirəm, çox günlərimiz olub. Demək olar ki, olsa qapı qonşu yox, məli uşağımdır. Yayda və yaxud qışlarda bir yerdə olmuşuq da, bir şeyin altında böyümüşük. Gözəl günlər olub. Allah rəhmət eləsin, məkanı cənnət olsun inşallah. Kiçik yaşlarda hansı xüsusiyyətləri ilə seçilirdi, yəni digər qardaşlarından? Digər qardaşlarından belə xüsusiyyətlər olurdu onda ki, qardaşları, böyük qardaşı əskər gedəndə
Ondan Seyfettindən başqa 3 dənə oğlum var. Seyfettin son beşiğiydi. O qardaşlar hər üçü əskər gediblər. Onlar əskər gedəndə o Seyfettin son beşik deməli 3-cü oğlundan sonra 10 yaşdan 10 il keçəndən sonra o dünyaya gəlib 98-ci ildə. Sonra onlar əskər gedəndə Seyfettin ancaq belə oxlağı tuturdu belə sinəsinə belə, qoyurdu sinəsinə belə. Bu balkonu, bu başlığı, o başı marş, irəli, ayaqlarını belə dik qoyurdu, gezirdi. O baş, bu baş ki, Azərbaycan, üzdə Azərbaycan, hələ məktəbə getmir. Bu cür xüsusiyyət vardı. Onda o vətənpərvərlik, Vətənə olan sevgisi. o uşaqlıq vaxtdan onda elə belə fərqlənirdi. Təbii ki. Belə bir şey vardı onda. Mən Balağayev Şəhruz Vahadoğlu, şəhidin qardaşı, Balağayev Seyfettin Vahadoğlu'nun qardaşıyam. Nə deyim, uşaqlıq illəri o belə futbolu çox sevərdi. O son beşik olduğuna görə, amma həmişə işdə olduğuna görə o da pastellə mənim yanımda olub. Demək olar ki, o adamı uşaq vaxtlarından mən saxlamışam, mənim yanımda böyüyüb. Futbolu çox sevərdi. Özü nətərdim, yəni uşaq vaxtlarından o biraz çox belə sahib seçilən uşaq idi. Yəni uşaq vaxtlarından elə o hələ əskər marşları oxuya gezirdi bu evin içində. Mən əskərə gedəcəm, mən məliləyəcəm, mən olacam. Mən torpaqlarımızı azad edəcəm. Bu sözləri həmişə tez-tez deyərdi. Məktəb vaxtlarında da ki, məktəbini də əla bitirib, bitirən ildəki instituta qəbul olunub, Sumqayıt Dövlət Universitetinin Fizika Energetika Fakültəsinə qəbul olunub. Sonra bu institutu bitirəndən sonra da ordu sıralarına cəlb olunub. Və sentyabrın 26-sı gedən döyüşlərdə qəhrəmancasına Tərtər uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı, uzun ömür. Allah ordumuzu qorusun, daim dövlətimiz ən uca yerlərdə geçsin. Allah bizim prezidentimizi də başımız üstündən əksik eləməsin. Nətər deyirlər, həmişə dəmir yumruğu altında bir olaq, birlik olaq. Biz bilirik ki, Seyfettin Tofiq Abbasov adına məktəbdə təhsil alıb. Siz yəni özünüz də Tofiq Abbasovda dərs deyirsiniz, təbii ki, bunu bilirik. Şəhidimizin adına məktəb, sinif otağı varmı? Məktəb yoxdur, amma sinif otaqlar var. Deməli, bizim öz məktəbimizdə də var, gördünüz siz bayaqları çəkilişdə. Sonra 3 sayılı tam orta məktəbdə onun adına sinif var. Sonra burada 5 nömrə, bizim evimizin yanında 5 nömrəli məktəb var. Orada da onun adına sinif var. O açılışda, həmişə açılışlarda çağrılıb, iştirak eləməmiş. Mən o belə asobi, belə qürurla orada çox gözəl mənə nəvəm dedi ki, nənə dedi, siz o sinif otağına açılışına girəndə elə qürurla, elə ki, prezidentimiz kimi addım atıb gedirdi o tadir. Belə bir söz deyirdi ki, mənə böyük nəvəm. Şəhidimizin məktəb illəri və təhsili haqqında nə deyərdiniz? Məktəb illəri, o məktəbdə onu sinif yoldaşları məntiqli Seyfi çağırırlar. Çünki məntiqdə çox güclü idi. İngilis dilindən fərqlənirdi, tarixdən. Yəni, ümumiyyətlə, məktəbdə savadlı bir uşaq olub, yəni əla qiymətlərlə yaxşı bitirib məktəbi. Ona görə də məktəb bitirən kimi o Sumqayıt Dövlət Universitetinə daxil oldu həmin ili. Bitirən kimi də əskər yollandı. Amma onun bir dənə şey var ki, məktəbdə onun universitetdə oxuyanda futbola həvəs var idi. Ona görə də mən o futboldan da gəlmişdi, onun üçün AFA'dan gəldilər ki, onu 2 dəfə gəldilər ki, onu Levşa idi də, o Levşa Sulaxay.
yaxşı o po всем правилам, hər bir qaydana oynayır deyənə onu istəyirlər. Mən ancaq qoymadım. Dedim, mən futbolçu yetişdirmərəm. Yox, sən savadlısan, sən güclüsən, bil məntiqdə. O götürümlü, çox belə məntiqli, güclü idi o. Bütün potensiallı uşaq idi o. Məmmədova Maya, məktəbin psixoloqu. Seyfəddin bizim məktəbin şagirdi olmuşdu. Elə uşaqlıqdan, uşaq yaşlarında orada bir qoruyuculuq, vətənpərvərlik, elə kiçik yaşlarından onu biz müşahidəmizdə, yəni ki, etdiyi işlərdə biz onu görə bilirdik. Onda qəribə bir xüsusiyyət var idi. Həmişə yoldaşları bir tədbir olanda ən böyük ağırlığı, yükü öz üzərinə götürürdü. Amma yəni özünü təqdim etmədə, yəni uşaqların arxasına keçirdi. Elə bir ki, bütün bu olunan bu çətin bir işin yerinə yetirilməsində hamılıqla olub. Çox qürurlu oğlan idi, vətənsevər idi. Onda bir qoruyuculuq ən yüksək idi. Mən həmişə psixoloq kimi öz müşahidələrimdə onu hiss eləyirdim, görürdüm. Əlbəttə ki, biz onun gələcəkdə belə bir yəni qəhrəman olduğunu hiss eləyirdik. Amma yəni bu şəkildə yəni müharibəyə gedəcək, şəhid olacaq, yəni bunu düşünmürdük. Biz bilirdik ki, gələcəkdə vətəninə xidmət edən, yəni ki, bütün vətənini qoruyan, anaları, bizləri qoruyan bir igid oğlan olacaq. Ayın 4-ü idi, yoxsa 5-i idisə, Besğan müəllimə, bəli, ki, Besğan müəlliməni təbrik eləmişdi o. Mən Bulatova Kifayət Ramazan qızı, məktəbin rus dili müəllimi, həmçinin də direktor müavini vəzifəsində neçə illərdir ki, çalışıram. Besğan müəllim də bizim bildiyiniz kimi məktəbimizin ingilis dili müəllimidir. Neçə illərdir birlikdə onunla çiyin-çiyinə çalışırıq. Bildiyimiz kimi də bunu deməkdə məqsədim odur ki, Besğan müəllimə Dağıstanda böyüyüb başa çatmışdı və Şabran şəhərinə gəlin gəlmişdir. Seyfəddin Balağayevin tarix müəllimi vardı. Rəna müəllimə, o da rəhmətə gedib, Allah rəhmət eləsin. O həmişə müəllimin otağında söhbət edərdi ki, mənlə də münasibəti olduğu üçün həmişə söhbət edərdi ki, Seyfəddin Azərbaycan tarixini çox sevir. O çox fəaldır, vətənpərvərdir. Həmişə ona deyirdi ki, sən Şeyx Şamil nəvəsisən, Seyfəddin. O da qürurla həmişə onun bütün tədbirlərində vətənpərvər əskər kimi belə tədbirlərdə həmişə çıxış elərdi. Allah ona rəhmət eləsin, valideynlərinə də səbir versin. Seyfəddinin nə kimi arzuları, düşüncələri var idi? Gələcəyi ilə bağlı hansı planlar planlaşdırıldı? Seyfəddin əvvəl məktəbli vaxtlar o futbola ki, həvəs vardı, deyirdi ki, yalvarırdı demək ki, məni burax futbolist olum. Deyirdi ki, mən oxuyacağım da, mən üçün yəni bütün dünyanı gezəcəm deyirdi. Sonra o xidmətə gedəndə, mən prisagaya gedəndə gördüm ki, Seyfəddin tamamilə elə bir ki, hələ bir ki, nə bilim mən, el böyümüşdü ki, bir dağ boyda olmuşdu. Mənə dedi ki, mənim yerim buradır. Mən burada sırxsıroslu qalacam burada. Mən, yəni, burada şit hərəkət yoxdur. Şit hərəkətdən xoşu gəlmir də bu uşağın. Belə çox belə, üzünün belə, iki qardaşın toyları oldu onun. Hər ikisi Şadlıq Sarayda oldu. Yaxşı balaca olsa da, onu mən oynada bilmirdim, oynamırdı. Elə bir ki, bu toy yesi kimi belə qürurla belə baxırdı ki, harda nə problem var. Halbuki bu toyun yesi budur. Belə bir xüsusiyyət vardı onda. Hərbi xidmətdə olduğu illərdə, xüsusilə 40 günün Vətən müharibəsində zamanı, yəni ilk dəfə sizin ilk və son danışığı nə olub?
İlk dəfə o müharibə başlayırdı sabah 27-si deyən günü 26-sı mənim böyük oğlumun bir dənə balası var. Onun ad günü 26 sentyabr. Oradan zəng vurdu mənə ki, yəni Nihat durub nənə mama. Dedim yox bilmirəm mən gedib baxım spalinə. Dedi ki, dedim durub ver onu. Verdim ki təbriklədi ad günü təbrik etdi. Sonra müharibə zamanında mənə Sokovşan alan gecəsi ayın 3-ü idi. Oktyabrın 3-ü idi. Deyəsən 400 belə o ərəfədə zəng vurdu. Gecə saat 2-də mən zəng atdı ki, dedi mənə ki, mama, haqqı halal. Bilirsən, mənə telefon açmağına mən yatmırdım ki. Mən ürəyim elə cəbhədə düyünürdü. Açan kimi mən bir deyirəm, mama, haqqı halal elə. Mən dedim, o nə deməkdir, o nə deməkdir? Haqqı halal eləmirsən? Deyir ki, halal olsun oğlum, halal olsun. Bu döyüş zamanı o, yəni onlar 2-də hücuma keçiblər nəsə, halal olsun deyib ad boy verdi. Daha mən yatmadım. Daha ondan sonra mən daha zəng gəlmədi. Bir də zəng gəldi, axırıncı, sonuncu zəng 5 oktyabr müəllim günü. Mən dərsdə idim. Mənə zəng vurdu, mənə mama bayramın mübarək dedi. Mən də hələ bilirəm ki, su qoşan alandan sonra, su qoşandan sonra gəlib bu zəng. Mən dedim ki, ay bu bayram su qoşan alınıb da prezidentimiz elan edirdi. Mən də indi hələ bilirəm bu bayram, bu su qoşan alınıb torpağımız. O bayramın mübarəkləri mənə. Mən dedim, sağ ol oğlum, sağ ol. Günü o gün olsun ki, bütün torpaqları azad edəsiniz. İnşallah təzlikcə biz de Şuşada bayrağımızı sancacağıq. İnşallah, inşallah dedim, sağ ol mama. Deyib, elə o sonuncu zəng oldu. Müəllim günü, mən müəllim günü yadında değildi. Allah'a and olsun, mən müəllim günü kimi yadındaydık ha. Mən, nə bilim, mən o zaman biz analar orduda olan, döyüşdə olan, biz çox çətin günlər, anlar idi bunlar. Yox, o bu dövlətin inventardır, mənə hara verirsən onu, söz gələr sənə ona görə belə. Mənə dedi ki, mama dedi, mən heç söz götürən adama oxşayıram, mən heç söz götürürəm, dedi, mən bilmirsiniz. Dedi mənə ki, ala mama, lazım olacaqsan, götür. Lazım olacaq. Belə uzatdı mənə bunu verdi. Mən dedim ki, yaxşı. Yanvara kimi inəyəcəm onu belə. Götürdüm bunu. İndi mən bu ömrümün axırına kimi bunu hərdən pis olanda gözlərimin üstə qoyuram ki, Allahım, o Yusuf Peyğəmbərin atası nətər ki, könəyini qoyurdu belə. Mən də bunu qoyuram ki, Allahım gözlərimin işığı. Allah səbəb versin. Biz bilirik ki, şəhidimiz bir tarix yazıb və təkcə Şabran xalqının deyil, bütün Azərbaycan xalqının qəhrəmanlığına çevrilib. Onun qəhrəmanlığı, vətən uğrunda mübarizəsi necə yadda saxlanmalıdır? Yəni, gənclərimiz onu necə yaşatmalıdır? Nümunədir o. Seyfəddin nümunədir. Seyfəddinin bir dənə Xıdırov Orxan deyən, bir dənə bu saat o qazidir. Onun yanına Xıdırov Orxan qazidir. O mənim şagirdimdə olub, Şabranlıdır. O onun yanına 2 dəfə gedib gəlib. Pandemiya dövrüdür. Mən ona başçısına da dərs dedim məktəbdə. Onun nömrəsinin mənə təsadüf oldu. Sonra Xıdırov getdi. Onunla, onun komandiri Seyfəddinin deməli, Xıdırovla bir yerdə olan oxuyan, onlar vayen oxuyublar da. Seyfəddin tapşırıb gəldi, bu Xıdırov Orxan tapşırıb ki, buna axırda mənim xalamın oğludur. Sonra da Seyfəddinə deyəndə komandir, Seyfəddin deyib ki, yox, hələ şey yoxdur. Hamısı, necə, mən də hələ, mən necə deyirlər, naryadda mən üzüm çıxacam. Mən başqalar, mən hamı necə, mənə hələ. Sonra Xıdırov dedi ki, zəng vurdu mənə, dedi ki, halal olsun səni o xalava, xala oğlu deyib axır. O cür oğul yetişdirib, mənə belə cavab verdi, deyir. Xıdırov da dedi ki, mən bir qoltuqlarımı altı şişdi belə, qürur hissləndi belə, dedi, hisslədim özümü ki, yəni bu uşaq, bu əskər, belə əskəri biz hələ rast gəlməmişik, deyirdi. Yəni, kimsə daya olanda görürsən ki, olur da, yəni, deyir ki, yəni belə. Seyfəddin belə oldu. Şəhidlər haqqında bir çox kitablar, şeirlər yazılır. Onların əziz hadisələri daim yad edilir. Şəhid Balaqayev Seyfəddin Vahid oğlu haqqında tarixi bir kitab yazılsaydı adını nə qoymaq istərdiniz? Vətən oğlu. Yəni adına kitabı varmı? Kitab yoxdur, amma atası xəstədir onun özəllikdə. Atası onun üçün şeir qoşub.
İndi siz içeri girende siz orada gördünüzse orada o şehir orada yani mermer üstünde koyulubdu. Hemen şehirden onun mezar üstünde de var. Əzbər bilirsiniz şeiri? Yok ben bilmiyorum ezber. Ben bilmiyorum. Ben birisi Seyfettin'den sonra elbette demek olar ki böyle yaddaş biraz ben özüm çok böyle yaddaşlı güçlü. Ne yaxşı ki o dersimi yanına çıkartmayıp Allah. O yani Allah'a min şükür ki dersimi o pedagogika o yani bu yani hele ki Allah koruyor beni. Ama adları biraz yadından çıkır düzdür. Ama şehir benim yoldaşım onu ezberleyir. O benim yoldaşım yani yaddaşı benden daha yaxşıdır. Mən Bəşirova Xavər Paşa qızı, şəhid Oktay Bəşirovun bacısıyam, böyük bacısıyam. Mənim anam şəhiddən sonra yaşamadı, rəhmətə getdi, atam da, anam da. Anamı əvəz edici böyük bacıyam. Bütün tədbirlərdə də özüm gedirəm, özüm iştirak edirəm. Mənim Oktay barədə danışmaq çox şey var. Mənim qardaşım çox ağır təbiətli bir oğul idi. Özü mənimlə bir stansiyada, bir dəmir yolunda bir yerdə işləyib. O işdən çıxdı, dənizə getmək istədi ki, dənizdə işləsin, maaş çox olmağına görə. Ondan sonra da milli müharibə var zamanı qoşuldu, getdi müharibəyə. Mənim qardaşım Xan kəndində, Ağdərədə, axırda Şellilərdə iştirak elədi, gəlib, 2 dəfə gəlib, Oskabıyevlə gəlib, 2 dəfə gəlib, 3-cüdə qayıtmayıb. 92-ci ildə avqustun 12-si şəhid olub qardaşım. Müəllimə mənim nəvəmin müəlliməsi olub, İngilis dili müəlliməsi olub, müəlliməni o vaxtdan tanıyıram. Seyfəddin rəhmətə getməyini də o vaxt eşitdim, gəldim. O vaxtdan da müəlliməni tanıyıram. Böyük hörmətim var, ailəvi dost kimiyik. Böyük hörmətim var bir müəllimə kimi, bir ana kimi. Özümə bir ana kimi seçmişəm onu. Ona görə də ki, biz bir ailəyik. Biz baxmayaraq ki, mən şəhid bacısıyam, onlar şəhid analarıdır. Şəhid analarının qarşısında baş əyirəm. Mən özüm bilirəm, anam nə çəkib, nə həyatda nələrlə yaşayıb, nələr olduğunu mən bilirəm. Mən də bilirəm bu şəhid anaları nələr çəkir. Allah bütün şəhidlərimizi rəhmətləsin. Mənim üçün hamı əzizdir, qardaşım Oktay kimi. Allah hamına can sağlığı versin. Allah sizdən də razı olsun. Çox sağ olun ki, bugünkü gündə şəhidləri yaddan çıxarmırsınız. Şəhidlər bir mənim şəhidim deyil, elin obanın şəhididir. Şəhidlər öz canından, ətlərindən kəpər çəkdi, elmi obamı qorudu. Odur ki, hamımızın borcudur şəhidlərə qiymət vermək. Şəhidlər bizim baş tacımızdır. Biz də Zəngəzur TV olaraq abdə verilişində şəhidlərimizi tanıtmaq, onların məlumatlarını izləyicilərə çatdırmaq missiyasını daşıyırıq. İnanırıq ki, gənc nəsil də bundan sonra öz vətənpərvər oğullarını unutmayacaq, onların qəhrəmanlıqları ilə fəxr edəcəklər. Yəni sonda İnşallah. Yəni bizim televiziyaya nə demək istərdiniz? Mən televiziyaya çox təşəkkür etmək istəyirəm ki, belə işıqlandırırlar şəhidlərimizi. Şəhidlərimizin muzey tağlarını gəlirlər, çəkiliş eləyirlər. Yəni bizim xalqımıza tanıdırlar.
unutturmurlar. Yani bunların büyük bir vəzifə. Bu en böyle güzel bizim de istediğimiz elə odur. Çok razıyam. Teşekkür ederim onlara. Size Günay Hanım xüsusilə teşekkürümü bildirirəm. Yani şəhidləri unutmamak her bir vətəndaşın borcudur. Bu işte de sizin televizyoniya büyük bir iş görürler. Allah razı olsun sizden, televizyonadan teşekkürümüzü bildiririk. Sizin de bugünləri ad gününüzdür. Sizi de tebrik ederim. Seyfettin'le eyni güne yani təsadüf olubdu. Çok şad oldum. Bugün siz geldiniz, çekiliş ettiniz, ışıklandırdınız. Yani belki yani bilen olubsa bir ne kadar adam, indi bu televizyon nəşid köməyi Azərbaycan xalqı çoxları tanıyacaqlar Seyfettinimizi. Biz de istediğimiz odur. Bizim hiçbir şey ihtiyacımız yoktur. Yani bize ne lazım? Bize lazım hoş söz, güler üz, bizi saymaq, bizi hörmətlə yanaşmaq, yani şəhidləri unutmamaq, şəhidlərin ailələrini, ana atalarını hörmət bəsləmək. Bize bu lazım budur. Bu işi de siz edirsiniz, yani tanıdırsınız, yani ışıklandırırsınız. Bu büyük bir yani iş görürsünüz Can. Çok sağ olun. Çok sağ ol, size çok sağ ol, var olun. Teşekkür ederim.